İsra surəsi 15-ci ayəni də gətirirlər. Hansı ki, ayənin sonunda deyilir ki, biz elçi göndərməmiş heç kəsə əzab vermərik. Və deyirlər ki, bu fətrə əhlinə aiddir. Əksinə bu ayəni alimlər cahillik üzr məsələsindən danışanda bu ayəni gətirirlər. Amma demək ki, fətrə əhlinə aiddir, bu səhvdir. Bunu kim deyib alimlərdən? Şeyx Tabarın təfsirindən gətirir. Oradakı güya İmam Tabari deyir ki, ancaq fətrə əhlinə aiddir. Yəni İmam Tabari hələ deyir, ancaq mütləq deyil axı. Çünki hələ fikir yoxdur əslən. Bəli, fətrə əhli də daxildir. Ola bilər təfsirçilərdən kimsə qeyd eləsin ki, fətrə əhli də bu məsələyə daxildir. Amma demək ki, yalnız fətrə əhlinə aiddir, yəni başqalarına aid deyil, belə kim deyib alimlərdən? Gətir görüm təfsirçilər kim deyib? Bəli, fətrə əhli daxildir bu ayəyə. Amma bir dənə onlar yoxdur, başqaları da daxildir. Ümumən biz görürük ki, məhz cahilin üzr məsələsində alimlər bu ayəyə istinad edirlər. Aydındır? Sadəcə onlar gətirirlər bu cür ayələri xass eləmək istəyirlər. Kim bu ayəni xüsusiləşdirib? Deyib yalnız fətrə əhlinə aid, başqalarına yox. Kim? Yoxdur. Tutaq ki, hətta İmam Təbəri rahimehullah desəydi belə, o demək deyil. Yəni İmam Təbəri, yəni nə dedi o düzdür. Amma İmam Təbəri elə deyib, baxı bu ayə yalnız fətrə əhlinə aid. O birisine aid deyil.